Tanınmış iş adamı Acun Ilıcalı'nın prodüseri olduğu məşhur Survivor Yunanistan yarışmasının 2026-cı il finalı dramatik hadisələrlə yadda qalıb. Az24 xəbər verir ki, mövsüm ərzində ağır qəza keçirərək ayağı amputasiya olunan iştirakçı Stavros Floros final şurasında çempion elan olunub. Dominikan Respublikasında çəkilişlər zamanı baş verən qayıq qəzasında Floros ağır xəsarət alıb və nəticədə ayaqlarından biri amputasiya edilib. Hadisə mövsüm boyunca həm yarışma iştirakçıları, həm də tamaşaçılar tərəfindən geniş müzakirə olunub. Final gecəsində açıqlanan nəticələrə əsasən, prodüser heyətinin əsl Survivor adlandırdığı Stavros Floros mövsümün qalibi seçilib və 250.000 avro məbləğində əsas mükafata layiq görülüb. Final zamanı duyğusal anlar yaşanıb. İştirakçılar çıxışlarında həm Stavrosa, həm də qəza zamanı onun həyatını xilas etdiyi bildirilən Manosa dəstək mesajları veriblər. Manos qəhrəman, Stavros isə həyatın əsl döyüşçüsü kimi xarakterizə olunub.